Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün Respublika Fən Olimpiyadalarının 9-cu sinif üçün keçirdiyi deməli olimpiada suallarının tarix fənninə aid olan sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. Burada qeyd edilir ki, 1-ci əsrin birinci yarısında Atropatena dövlətinin siyasi vəziyyətinə aiddir. Təbii ki, 1-ci əsrin birinci yarısında Atropatena Romadan asılı vəziyyətə düşmüşdür. Bu Selevkilər dövlətinin parçalanmasını müstəqillik bərpa etmişdi. Bu 190-da Atropatena aiddir. Antonin hücumları götürmək olmaz. Yerli hökümdarların Roma canişinə rəvaz olması da aid deyil. Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşmışdı. 1-ci əsrin 1-ci Atropatena dövlətinin siyasi cəhətlərinə var. Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşmışdı. Deməli, Romanın şərqi yürüşləri nəticəsində ondan asılı vəziyyətə düşmüşdü. Burada doğru cavabımız Romanın şərqi yürüş zamanı ondan asılı vəziyyətə düşmüşdü 1-ci əsrin 1-ci yarısında. Burada Y variantı uyğundur. Növbəti sualda 12-ci əsrin 1-ci yarısında Gürcü qoşunları tərəfindən ələ keçirilmiş şəhərləri müəyyən edin. Təbii ki, burada 4-cü Davidin yürüşlərini nəzərə almalıyıq. Bu dövrdə 4-cü David həmçinin Demetrinin yürüşlərini də götürmək olar. Məsələn, 4-cü David Qəbələ ərazisini 4 rəqəmi göstərmiş ərazidə, sonra Şirvana hücum edir 1 rəqəmi olan ərazidə, bir də Demetri deyək ki, Gəncəyə hücum edir. Ona görə də burada sualın doğru cavabı 1-3-4, yəni 1-3-4 də burada Y variantında öz əksini tapmışdır. Burada Y variantı ikinci sualda. Növbəti üçüncü suala baxsaq, Fəzl bin Məhəmməd və Yaqub Padşahın hakimiyyət dövrləri üçün ortaq cəhət Şirvanşahlar dövləti ilə qohumluq münasibətlərinin qurulması. Doğru cavabımız A variantıdır. Nəyə əsasən deyirik? Çünki Fəzl bin Məhəmməd Rəvadilərlə dostluq, Şirvanşahlarla qohumluq əlaqələr saxlamışdı. Eyni zamanda Yaqub Padşah da Şirvanşah Fərrux Yasarla qohumluq əlaqələri var idi. Və ona görə də uyğun cavabımız ilə A variantıdır. Digər 4-cü suala baxsaq, El-Evren diaqramına əsasən uyğunluğu müəyyən edin. İrəvan xanlığı və Lənkəran xanlığı Qarabağ və Xoy xanlıqlardan asılı vəziyyətə düşən İrəvan xanlığıdır. A bəndi irəyə düşəcək. Ağaməmməd xan Qacara qarşı qurulan ittifaqda iştirak edib. Bu ortaq cəhətdir. B hər ikisinə aiddir. Nadir Şahın dövründə daxili müstəqilliyə sahib olan Lənkəran xanlığı idi. Əsasında Əfşar tayfası Mir Mehdi xan Əfşar təbii ki, İrəvan xanlığına aiddir. Gülüstan müqaviləsi ilə Rusiyanın tərkibinə qatmışdı. Bu da Lənkəran xanlığına aiddir. Deməli, bir də olur AD, 2-də CY, 1-də AD, 2-də CY, 3-də B variantı. Uyğun cavabımız D variantında verilmişdir. 4-cü suala baxdıq və növbəti 5-ci suala baxsaq. 5-ci sualda qeyd edilir ki, Nadir Şahın 1734-cü ildə Şamaxıya hücum etmənin məqsədi Osmanlıların himayəsi altında olan hakimiyyət son qoymaq. Bəli, bunlar çünki Osmanlıya dəstək olurdular. Təbii ki, orada müstəqil hakimliyin son qoyması A variantıdır. Şah Sultanisi ilə 1734-cü ildə heç bir əlaqəsi yoxdur. Rus qoşunlarının çıxarılması ilə də bunun 1734-cü ildə əlaqəsi olmaz təbii ki. Çünki Şirvan Rusların tərkibində deyildi. Peterburq müqaviləsinin şərtlərini bərpa etməkdə yanlış olar. Rus qoşunlarını Şamaxıdan çıxarılmaq, çünki Şamaxıda deyildi. Elə uyğun cavabımız A variantıdır. Növbəti sualda erməni işğalından azad olunan ərazilərdə istifadə edilən ilk infrastruktur layihəsidir. Ağlı kənd layihəsi tətbiq olunub Zəngilanda. Deməli, ilk infrastruktur deyir burada. Deməli, ilk dəfə olaraq köçürülmə desəydi, burada Ağlı kənd layihəsini götürəcəydik. Yəni, bu cavab götürərdik. Amma ilk infrastruktur deyirsə, bu Güləbir su elektrik stansiyasını götürmək olar. Yəni, burada da D variantı uyğun cavab sayılar. 7-ci sualda burada qeyd edilir ki, Bakı Şəhər Dumasına aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, 1878-ci ildə şəhər islahatına əsasən yaradılmışdı. Bəli, düzdür, 1878-də yaradılıb Bakı Şəhər Duması. 20-ci əsrin əvvəllərinin rəhbərlərinin biri Fətəli xan Xoyski olmuşdur, düzdür. Fətəli xan Xoyski, sonra da belə deyək ki, 1918-ci il aprel ayında bu dumanı buraxır. Fəaliyyətini Bakı şəhəri tərəfindən son qoyulması, Bakı Xalq Komissarlar Sovetinin tərkibindədir. Dumanın tərkibini Qafqaz canişinliyi tərəfindən təsdiq edilməsi yanlışdır. Qubernator tərəfindən təşkil olunmuşdur. Üzvlər yalnız qeyri-xristianlardan təşkil olunmuşdur. Xeyr, 50% müsəlmanlardan ibarət olmalıdır. Ona görə 4 ilə 5 olan variantlara çıxsaq, burada məcburi, yəni burada D variantı uyğun cavab. 7-ci sualda D variantı qalır. 8-ci suala baxsaq. Burada deyir ki, kollektivləşdirmə siyasətinin Azərbaycan SSR-də ləng həyata keçirilməsinin səbəblərindən deyil. Kollektiv təsərrüfatı Azərbaycan kəndlisinə yad edir. Bəli, doğrudur. Buna görə biz burada yanlış götürəcəyik. Kollektivləşdirmə yalnız dövlət kəndlərinə aid edir. Dövlət kəndlilərinə
yaxud sahibkar kəndliləri artıq mülkədar tabelisi adı ilə sonraki əvvəlki dərslərdə ləğv olunmuşdur. Ona görə uyğun cavabımız B variantıdır. İş heyvanlarının ümumiləşdirilməsini razılarla barışmaq istəmirdi. Bu da doğrudur. Olduqcunu götürmürük. Zorakılıq şəraitində həyata keçirilirdi. Bu da doğrudur. Dini və milli adət-ənənələrə aparılan mübarizənin eyni vaxtdadır. Bəli, bu da doğru. Deməli, aid olmayan B variantında verilib. Növbəti sualda qeyd edilir ki, hadisə nəticə əlaqəsini müəyyən edin. Kursk döyüşünün baş verməsi Sovet-Alman cəbhəsində əsaslı dönüşün yaranması. Xeyr, əsaslı dönüş Stalingrad döyüşündə başlayıb. Bu səhvdir. Alman ordusunun Moskva ətrafına məğlub olması, Sovet ordusunun qış müharibəsinə qələbə qazanması. Moskva ətrafında döyüş, qış müharibəsi Finlandiya ilə idi, uyğun deyil. Əl-Almanya döyüşündə Yaponiyanın qələbə qazanması. Əl-Almanya döyüşündə İngilis, Fransız qoşunları İtalyan, Alman qüvvələri qələbə qazanır. Ona görə də bu bəri başdan yanlışdır. Midway döyüşündə Yaponların məğlub edilməsi, Yaponiyanın Sakit Okeanın əməliyyatları davam etdirə bilməməsi. Uyğun cavabımız D variantıdır. Stalingrad döyüşündə baş verməsi Almanların Şərqi Avropadan qovulması. Stalingrad döyüşünün bu Şərqi Avropaya heç bir əlaqəsi yoxdur. Bunların əlaqəsi yoxdur. Qafqaz cəbhəsindən gedən döyüşlər idi. Ona görə də uyğun cavabımız D variantıdır. 10-cu sualda Sasanilər dövləti və Uyğur xaqanlığı üçün ortaq cəhət. Axund dövlətinə qarşı Göytüklərlə ittifaq qurulması. Xeyr, bu Sasanilərə aiddir. Ərəb xilafətin hücumları nəticəsində süquta uğrayan Sasanilərdir. Klassik feodalizm dövründə meydana gəlməyiblər. Erkən orta əsrlərə aiddir. Ərazisində mani təlimlərin yaranması. Uyğun cavabımız D variantıdır. 7-ci əsrdə süquta uğramayıb. Çünki Sasanilər dövləti 651-ci ildə, Uyğur xaqanlığı isə 842-ci ildə süquta uğradığı üçün bunlar 7 və 9-cu əsrlərdə süquta uğrayıblar. Uyğun cavabımız D variantı olar. 10-cu sualda və növbəti 11-ci suala baxsaq, burada deyir ki, 7-ci əsrdə Bizansın Sasanilərlə apardığı müharibədə qələbə qazanmasına təsir göstərdi. Türklərin hərbi əməliyyatı gücündən istifadə olunması. Xeyr, burada olmaz. Bizansın Sasanilərlə apardığı müharibənin nəticəsi. Məzdəkilər hərəkatı da bu 7-ci əsrdə deyildi. 5-6-cı əsrlərə aiddir. Justinianın islahat nəticəsində Bizans ordusunun güclənməsi də götürmək olmaz. Sasanilərin həm də ərəblərlə müharibə aparması. Bəli, ərəblərlə Sasanilər arasında da müharibələr olduğuna görə buna təsir göstərmişdir. Sasanilərin ərəblərlə apardığı müharibələr. Məsələn, həminki dövrdə ərəblərlə də müharibələr aparılırdı və bu nəticəsində 7-ci əsrdə deməli qələbə qazanmasına təsir göstərdi. Digər bir sual, məsələn, ki, xronoloji ardıcılığı müəyyən edin. Fransanın konstitusiyalı monarxiya dövrü, deməli burada qeyd edilir ki, xronoloji ardıcılığı müəyyən edin. Fransada konstitusiyalı monarxiya olub 1791 yazırıq. Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi, deməli hakimiyyətə gəlməsi deyir. Bərpa edilməsi, bərpa olması 1660-cı ilə aiddir. Yorktown döyüşü 1781-ci ildə baş verib. 1781. Brod döyüşü isə Rusların məğlub olması 1711-ci ilə aid olduğuna görə burada ardıcıllıq gedəcək. Deməli 2, 4, 3, 1, 2, 4, 3, 1, 2, 4, 3, 1 C variantında verilmişdir. 13-cü sualda uyğunluğu müəyyən edin. Benjamin Franklin, Leibniz və Leeuwenhoek'a aid olan. Deməli, Franklinə aid olar, təbii ki, elektrik sahəsində görülən işlər A bəndi 1-ə gedəcək. Newtonla birlikdə ali riyaziyyatın əsasını qoyan Leibnizdir. B bəndi 2-yə gedəcək. C bəndi də 3-ə. Deməli, A, B, C uyğun cavabımız A variantında verilmiş, göstərilmişdir. 13-cü sualda və 13-cü suala baxsaq, 20-ci əsrin əvvəllərində Respublika idarəçiliyinin qurulduğu şəhərləri müəyyən edin. Burada diqqətlə baxsaq, deməli, burada Fransa 20-ci əsrin əvvəllərində Respublika idarəçiliyi qurulmayıb. Ona görə 1 olan variantlar çıxır. Burada da 1-i aradan çıxardırıq. Və Almaniya, bəli, Almaniya Respublika, Weimar Respublikası olur. 20-ci əsrin əvvəllərinə düşür. 4-ü götürə bilərik. Sonra 2. İngiltərədə 20-ci əsrin əvvəllərində Respublika idarəçiliyi olmayıb. Yəni ona görə də 2 olan variant yanlışdır. 2-ni götürməyəcək. Deməli 2 də çıxırsa, deməli burada 2 variant qalır. 4, 5 və yaxud 3, 4.
3 İtaliya ərazisində respublikanın yaradılması yəqin ki o aid olmaz. Burada Rusiyada olar. Rusiyada məsələn monarxiya devrilir, sonradan respublika yaranır 1917-ci ilin sentyabr ayında. Respublika yaranır. Deməli 5 uyğundur. 4-5 uyğun cavabımız B variantında verilmişdir. 15-ci sualda mətni oxuyun və kimə aid olduğunu müəyyən edin. O görkəmli şəxsiyyət idi. Hələ uşaqlıq vaxtından etibarən şəxsi şücaətləri və qətiyyətlə seçilir. Bu Moğol hökmdarı Evrengizibə aiddir. Burada da A variantı uyğun cavabdır. 15-ci sualda və növbəti 16-cı suala baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Şah Süleyman, Şah Sultan Hüseyin Rusiya dövləti ticarət müqaviləsi. Bəli, məsələn Şah Sultan Süleyman 1667-ci ildə, Şah Sultan Hüseyin 1713-17-ci illərdə bu ortaq cəhətdir. Müqəddəs birlik tərəfindən gələn ittifaq təklifini rədd edib Süleymana aiddir. Rusiya Osmanlının Azərbaycan torpaqlarını işğal etməsi bunların heç birinə aid deyil. Ona görə C-ni götürmürük. Əhalinin siyahıya alınmasının keçirilməsi 1699-1702 Sultan Hüseynə aiddir. D bəndi getdi 2-yə. Əfqan üsyançıları tərəfindən 1722-ci ildə devrilən də təbii ki Sultan Hüseynə aiddir. Ona görə də Y variantı da 2-yə gedir. Deməli B 1-də oldu B, 2-də D-yi, 3-də A variantı. Burada B uyğun cavab olur 16-cı sualda. Və 17-ci sualda 19-cu əsrin 30-cu illərində Azərbaycandan Rusiyaya qarşı xalq üsyanlarının səbəbi yerli orduya çağırılmaması aid deyil. Mədəni ayrı seçkili, Qazax məktəblərinin təşkili də, Qazax məktəbinin təşkili üsyanlara heç bir aidliyi yoxdur. İqtisadi istismar və ağır vergilər uyğun cavabımız C variantıdır. Və 18-ci suala baxsaq, ABŞ-ın 19-cu yüzün birinci yarısında Avropa ilə müharibələrinin kənarda qalmasının birbaşa nəticəsi. Təbii ki, ABŞ-ın kənarda qalması onun iqtisadi inkişafına müsbət təsir göstərdi. Burada A variantda iqtisadi siyasi inkişaf üçün əlverişli şəraitin yaranması bunlar nəticələnmiş oldu. A variantıdır. Avropa ölkələrinin asılılığı yanlışdır. Hərbi yolla parçalanması deyil. Mütləq monarxiya deyildi ABŞ-da. Avropa dövlətlərinin ABŞ ərazisində müstəmləkələr yaratması da aid deyil. 19-cu əsrdə Böyük Britaniyanın Dünya Əməlatxanası adından görüldüyü kimi Dünya Əməlatxanasını deyilirsə, siyasi sabitliyi deyil, sənaye istehsalında birinciliyi də olduğuna görə. Yəni burada B uyğun cavab olur. Geniş müstəmləkə sahib olmağı da Dünya Əməlatxanası deyil, zəngin monarxiya deyil, təhsilin inkişafına görə də aid etmək olmaz. 20-ci sualda Yakobin diktaturasının qurulması təbii ki olur 1793-də, 93. İstiqlaliyyət bəyannaməsi 1776. İngiltərədə Respublika idarəçiliyinin qurulması 1749, bağışlayın 1649. Pyotrun Xəzəryanı vilayəti yürüşlərinin başlanması isə 1722 götürsək. Deməli burada olur 3, 4, 2, 1. 3, 4, 2, 1. Doğru cavabımız Y variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.